Hamıya salam. Yəqin ki, çoxunuz George Orwell'in Heyvanistan əsəri haqqında eşitmisiniz. İlk baxışdan elə bil sadə bir uşaq nağılıdır, elə deyilmi? Bir fermadakı heyvanlar öz zalım sahiblərini qovur və öz ideal cəmiyyətlərini qurmağa çalışırlar. Amma bu sadə hekayənin arxasında əslində tarixin ən böyük siyasi dramlarından biri gizlənir. Gəlin, bugün bu təmsilin pərdə arxasına baxaq. Hər şey, bilirsiniz, bir xəyalla başlayır. Fermanın ən yaşlı və müdrik sakini, qoca mayor adlı donuz, bütün heyvanları bir yerə toplayır və onlara azad, bərabər bir dünya haqqında elə alovlu bir nitq söyləyir ki, bu sözlər bütün üsyanın toxumlarını səpir. Onun mesajı çox aydındır. Bütün bəlaların kökü insandır. Ondan qurtulsaq, əsl cənnəti elə bu fermada qura bilərik. Yaxşı, bəs doğrudanmı bu sadəcə bir ferma hekayəsidir? Əlbəttə ki, yox. Bu əslində bir allegoriyadır, yəni təmsildir və bu təmsilin arxasında çox daha dərin, çox daha ciddi bir həqiqət gizlənir. Gəlin bu şifrəni birlikdə açaq və görək Orwell bizə əslində nə demək istəyir. Bu nağılı tam anlamaq üçün gəlin əvvəlcə onu yazan adama, yəni ferma hekayəsinin arxasındakı əsl insana baxaq. Çünki Heyvanistan təkcə bir fantaziya deyil, həm də George Orwell'ın şəxsi təcrübələrinin, gördüklərinin və siyasi inanclarının birbaşa gözgüsüdür. Deməli, bütün dünyanın George Orwell kimi tanıdığı bu dahi yazıcının əsl adı Eric Arthur Blair idi. O, bu təxəllüsü ilə təkcə ədəbiyyatda yox, bütün 20-ci əsrin siyasi düşüncə tarixində dərin bir iz qoymağı bacardı. Orwell'in həyatına baxanda əslində bu kitabın niyə yazıldığı tam aydın olur. Baxın, o gənc yaşlarında Britaniya müstəmləkəçiliyinin bir hissəsi olaraq Birmada polis işləyir və imperializmin çirkin üzünü görür, ona nifrət etməyə başlayır. Sonra İspaniyada faşizmə qarşı döyüşməyə gedir, amma orada başqa bir dəhşətlə üzləşir. Stalinin dəstəklədiyi kommunistlərin öz müttəfiqlərini necə amansızca məhv etdiyini görür. Bax, bu təcrübə onun gözlərini açır və onu totalitarizmin hər cür formasına qarşı barışmaz bir döyüşçüyə çevirir. Ən əsası da odur ki, Orwell özü də bunu heç gizlətmirdi. O, açıq şəkildə deyirdi ki, mənim yazmaqda çox aydın bir məqsədim var. O, sadəcə hekayə danışmırdı. O, totalitarizmin təhlükələri barədə bütün dünyanı xəbərdar etməyə çalışırdı və Heyvanistan da məhz bu missiyanın bəlkə də ən güclü silahı oldu. İndi isə gəldik ən maraqlı yerə. Gəlin, bu hekayənin içində gizlənən əsl simaları, yəni ferma sakinlərinin pərdə arxasında kimlər olduğunu birlikdə kəşf edək. Bu, əslində bir şifrəli tapmacadır və biz indi onu açacağıq. Baxın, Orwell'ın ustalığı da elə bundadır ki, o öz personajlarını birbaşa tarixi fiqurlarla əlaqələndirib. Məsələn, fermanı dəmir yumruqla idarə edən amansız donuz Napoleon əslində Sovet diktatoru Iosif Stalinin özüdür. Onun ağıllı, idealist rəqibi Snowball isə Stalin tərəfindən sürgün edilən inqilabçı lider Lev Trotskini təmsil edir. Hətta fermanın laqeyd və sərxoş keçmiş sahibi Mr. Jones belə devrilmiş Rusiya çarı 2. Nikolayın bir simvoludur. Əsərin mərkəzindəki gərginlik isə məhz Napoleon və Snowball arasında gedir. Snowball daha ağıllı, daha natiq, daha idealisti, o sanki inqilabın beynidir. Napoleon isə daha çox pərdə arxasında işləyir, gücə, hiləyə arxalanır, o isə inqilabın yumruğudur. Və necə ki, real tarixdə Stalin Trotskini aradan götürdü, kitabda da Napoleon amansızcasına Snowballu fermadan qovur və tək hakimə çevrilir. Amma allegoriya təkcə ferma ilə bitmir. O, beynəlxalq siyasətə də uzanır. Qonşu fermalar əslində 2-ci Dünya müharibəsinin əsas gücləridir. Məsələn, hiləgər Mr. Frederick və onun Pinchfield ferması Hitler Almaniyasını təmsil edir. Digər qonşu, daha rahat təbiətli Mr. Pilkington isə qərb müttəfiqlərini, yəni Böyük Britaniya və ABŞ-ı simvolizə edir. Və Orwell o qədər dəqiq işləyib ki, demək olar hər bir detalın bir mənası var. Məsələn, Napoleon balalıqdan götürüb özünə sədaqətli qatillər kimi yetişdirdiyi itlər, əslində Stalinin qanlı repressiyalarını həyata keçirən gizli polisinə, yəni NKVD-yə işarədir. Çığırğan adlı donuz isə həqiqəti istədiyi kimi əyib bükən Sovet təbliğat maşınının təcəssümüdür. Şəkər və lent sevən Molly, inqilabdan qaçan aristokratiyanı, hər deyilənə kor-köranə inanan qoyunlar isə təəssüf ki, asanlıqla idarə olunan kütlələri təmsil edir. Yaxşı, bəs necə oldu ki, bu qədər böyük ümidlərlə başlayan inqilab belə bir faciəyə çevrildi? Gəlin hekayənin bu ən faciəvi hissəsinə keçək.
Görək o parlaq ideallar necə addım-addım boğulur və qaranlıq bir zülm kabusuna çevrilir. Halbuki başlanğıcda hər şey necə də ümidverici idi, elə deyilmi? Heyvanlar qoca mayorun öyrətdiklərini animalizm adlandırdıqları bir fəlsəfəyə çevirmişdilər. Bu, sadəcə qaydalar toplusu değildi. Bu, bütün heyvanların bərabər olduğu, birlikdə çalışıb birlikdə qazanacağı yeni bir cəmiyyət vədi idi. Və bu müqəddəs idealları qorumaq üçün onlar ambarın divarına heç vaxt pozulmayacaq 7 prinsipi yazdılar. Bu prinsiplər o qədər sadə, aydın və ədalətli idi ki, bunlar onların yeni konstitusiyası olmalıydı. Bütün ümidlər bu 7 cümləyə bağlanmışdı. Amma hakimiyyət yavaş-yavaş, yalnız ən ağıllı sayılan donuzların əlində cəmləşdikcə, o müqəddəs prinsiplər də tədricən aşınmağa başladı. Əvvəlcə kiçik imtiyazlarla başladı, sonra isə ideologiyanın tamamilə təhrif olunmasına gətirib çıxardı. Və nəhayət gəlib çatırıq kitabın ən məşhur, ən sarsıdıcı anına. Bütün inqilabın təməli olan o sonuncu prinsip, bütün heyvanlar bərabərdirlər, bir gecədə dəyişdirilir. Divarda artıq yeni, istehzalı bir yazı peyda olur. Bütün heyvanlar bərabərdirlər, amma bəzi heyvanlar digərlərindən daha bərabərdirlər. Bax, bütün faciə bu bir cümlədə gizlənib. Bu, idealların zülmü qanuniləşdirmək üçün necə bir alətə çevrildiyinin mükəmməl sübutudur. Yaxşı, bəs sual olunur, niyə Sovet İttifaqı dağılandan 10 illiklər sonra belə dünyanın hər yerində insanlar bu kitabı oxuyur və sanki öz cəmiyyətlərini orada görürlər? Cavab sadədir, çünki Orwell'ın mesajı təkcə Stalin rejiminə deyil, bütün bəşəriyyətə ünvanlanıb. Orwell, Heyvanistanla əslində anti-utopiya janrını mükəmməlləşdirdi. Yəni, utopiya ideal cəmiyyət xəyalıdırsa, anti-utopiya o xəyalın necə dəhşətli bir kabusa çevrilə biləcəyi barədə soyuq bir xəbərdarlıqdır. Və Heyvanistan da bu dəhşətli çevrilmənin bəlkə də ən aydın və anlaşılan nümunəsidir. Məhz buna görə də Heyvanistan təkcə Sovet İttifaqı haqqında bir kitab deyil. Bu, hakimiyyətin insanı ya da heyvanı necə körləyə biləcəyi haqqında universal bir dərsdir. Bu, təbliğatın həqiqətin necə məhv etdiyi haqqında zamansız bir xəbərdarlıqdır. Və bu xəbərdarlıq bugün, inanın, dünənki qədər aktualdır. Və beləcə, gəlib Orwell'in əslində hamımıza ünvanladığı o əbədi suala çıxırıq. Necə olur ki, ən nəcib, ən saf niyyətlərlə başlayan hərəkatlar belə, gücün cazibəsi qarşısında öz ilkin məqsədlərinə xəyanət edir. Hakimiyyət ideallarını necə koruyur? Heyvanistan bu suala hazır cavab vermir. Amma bizi bu sual haqqında dərindən düşünməyə məcbur edir. Və bəlkə də ən vacibi elə budur.